Keçmişdə insanlar yemək yeyəndə şükür eləyərdilər. Belə bir ənənə vardı, bu da gedir. İtirdik biz bunu. Yemək yeyəndə şükranlığı itirdik. Yeməkdən bir dişləy alanda şükür etməyi itirdik. Halbuki çox-çox şükür eləyəndə bəlkə sənin ölü qəlbin oyanardı. Bu reanimasiyadır. Şükranlıq qəlbin reanimasiyasıdır. Hər tikəni yeyəndə. Hər qurtum suyu içəndə. Bu keçmişlərin axmaq qaydalardır. Yox, bu sənin təbiətinə ən uyğun olanıdır. Eləməyəndə nə günə qarşısın. Quranı oxuyanlar bilir ki, Allah elə bil demensiyalı xəstələrlə danışır. Önəmli mesajlar hər səhifədə xatırlanır. Hər səhifədə. Demensiyalı xəstəyə xatırladan kimi. Çünki o, biz Biden'da gördükdə 2 addım atır, birdən sözünü unudur ki, nə deməli idi, nə etməli idi. Səhnənin ortası. İnsan elə o gündədir, inanın ki. 2 addım atır, bilmir nə etməlidir. Məktəbi qurtarır, bilmir nə etməlidir. İnstituta girir, bilmir nə etməlidir. İnstitutu qurtarır, yenə bilmir nə etməlidir. Evlənir, yenə bilmir nə etməlidir. Demensiyalı. Ona görə Allah ona xatırladır hər səhifədə. Bax, iman gətirib yaxşılıq eləyənlər, yaxşılıq eləmək də qulluq eləməkdir ya. Onlar nicat tapacaqlar.